Salam hörmətli izləyicilərimiz. Bizim bugünkü növbəti dərsimiz saat və dəqiqə əqrəbləri arasındakı bucaqların ölçülməsi mövzusudur ki, bunun da izahı kitablarda demək olar ki, verilməyib. Üçüncü dərsimizdir və saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucağı ölçmək üçün verilən düsturlardan biri də aşağıdakı göstərilən düsturdur ki, bundan da yalnız elektron formatda olan saatların hesablanması üçün istifadə olunur. Yəni saat bizə elektron formada verilir. Biz onu istifadə edərək bu düstur vasitəsilə bucaqları hesablayırıq. Alfa əqrəblər arasındakı bucaq götürsük. 11 vurulsun, burada D dəqiqəni göstərir. Çıxılsın 60 vurulsun S isə saatı göstərir və bunların fərqi modulda yazılır. Cavab mənfi də müsbət də alına bilər. Bölünsün 2-yə. Məsələn, saat 5-ə 5 dəqiqə işləyirsə, bu elektron formada 5-ə 5 dəqiqə işləmiş, yəni 4:05 deməkdir. Deməli, biz burada düsturda 4-ü S-in yerinə, 5-i isə D-nin yerinə qoyacağıq. Yəni, 11 vurulsun 5, çıxılsın 60 vurulsun 4 olacaq və bölünsün 2. Bildiyimiz kimi, modul işarəsi daxilində olan cavab mənfi olduqda, biz onu müsbət kimi qəbul edib yazırıq. Bizim misalda dediyimiz kimi cavab 92,5 dərəcə alındı. Əgər saat 12-dən böyük formatda, yəni gec saatları 19, 20, 21 olan saatları göstərirsə, biz burada bildiyimiz kimi saatda 12 rəqəm olduğundan 19, 20 bu formatda olan ədədlərdən 12-ni çıxırıq və yerdə qalan ədədlə işləməyə başlayırıq. Yəni 20-dən 12 çıxanda qalar 8. 20, 25, yəni 9-a 25 dəqiqə işləmiş, elə 8, 25. 9-a 25 dəqiqə işləmək deməkdir. Deməli, nə edəcəyik biz? Burada yenə də 11-i vuracaq dəqiqəni göstərən ədədə, çıxılsın, 60-a vuracaq 8-i, yəni saatı göstərən ədədə. Nəticədə bizim cavab burada 102,5 dərəcə alınacaq. Yəni 9-a 25 dəqiqə işləmiş. Növbəti şəkildə isə alınan cavabımız 250,5 dərəcəni göstərir. Eyni üsulu hesablamışıq. 250,5 dərəcə kör bucaq olduğundan biz 360 dərəcədən çıxacaq 250,5-i və nəticədə alınan 109,5 dərəcə bizə lazım olan saat 11-ə 9 dəqiqə işləmişin cavabını göstərir. 11-ə 9 dəqiqə işləmiş 10:09 deməkdir. Ona görə biz burada dəqiqənin yerinə 9, saatın yerinə 10 yazmışıq.